Xoş gördük, hörmətli tamaşaçılar. Media radara baxırsınız. İndi isə gəlin, radarımıza düşənlərə baxaq. Türkiyədə dəhşətli terror hadisəsi. Gəlini toya qatarla gətirdilər. Region TV-nin efirində yayımlanan sujet mediada gündəm yaratdı. Cinayət xəbərlərinə seçilən şişirdilmiş başlıqlar, xəbərlə uyğunsuzluq təşkil edən fotoşəkillər. Media bu xəbərləri necə çatdırır, necə çatdırmalıdır? Az sonra Media Radarda. Bu mövzuları qonaqlarımızla müzakirə edəcəyik. Qonaqlarımızı sizlərə təqdim edeyim. Səbuhi Abbasov, 7 News Az saytının rəhbəri. Xoş gördük Səbuhi bəy. Təşəkkür edirəm. Rəşid Mustafazadə, Ölkə Az saytının redaktoru. Rəşid bəy, xoş gördük. Xoş gördük. Deməli, ötən həftə radarımıza düşən əsas xəbərlərdən biri qardaş ölkə Türkiyədə baş verən terror hadisəsi oldu. Yəni, paytaxt Ankarada terror hadisəsi törədildi və 100-ə yaxın insan həyatını itirdi bu terakt nəticəsində. Azərbaycan dövləti həmişə olduğu kimi Türk xalqının, Türk dövlətinin yanında oldu və bundan sonra da bu belə olaraq qalacaq. Bu məsələdə, bu teraktda iki şübhəli xətt var. İŞİD və PKK. Yəni, Türk hüquq mühafizə orqanları bu məsələni araşdırır, amma mediadan da və digər mənbələrdən də çatan məlumata görə əsasən iki şübhəli xətt üzərində işlənilir. İŞİD, yenə qeyd edirəm, və PKK. Sizin düşüncənizlə əsas ağlabatan amil hansıdır? Buyurun Səbuhi bəy. İlk öncə, mən də öz növbəmdə qardaş Türkiyə xalqına başlanılı verirəm. Həqiqətən, qardaş Türkiyənin həm sevinci bizim sevincimizdir, kədəri də bizim kədərimizdir. Konkret fakta gəldikdə isə qeyd edim ki, 100-dən çox insanın ölümünə səbəb ola biləcək terror aktının siz də qeyd etdiyiniz kimi iki əsas, belə deyək, şübhə obyekti var. Biri PKK, biri də İŞİD terror hadisəsi. Bəzi mütəxəssislər təbii ki, bunu PKK-nın törətdiyini qeyd edirlər, çünki onlar belə deyək, HDP-nin mitingində HDP insanlarının təzyiqə məruz qaldığını, məzlum olduqlarını və Türkiyənin bütövlükdə seçki qabaq onlara yazığı gələcəyi ehtimali ilə hadisəni PKK-nın törətməyini ehtimali ilə. Lakin mən bu fikirlə qətiyyən razılaşmıram. Çünki ən azı, belə deyək, dırnaqarası PR bu formada əgər HDP planlaşdırırsa, inanmıram ki, orada 2-3 nəfərin ölümdən artıq ölüm listəsində. Yəni, burada söhbət 100-dən çox ölüdən gedir. Və ikinci bir məsələ də ondan ibarətdir ki, terror aktının törədilmə mexanizmi var. Bu mexanizmdə əgər IŞİD-in əvvəlki terror aktlarında nəzər salsaq görərik ki, eyni senaridir və eyni mexanizmdir və bu mexanizmdə bir mənalı şəkildə, kütləvi şəkildə insanların ölümünə hesablanır. Bu mənada mən subyektiv fikrimi bildirmək istəyirəm ki, bu sırf IŞİD-in, belə deyək, Türkiyəyə öz gücünü göstərmək mi deyəm və yaxud da Türkiyə daxilində onsuz da olan siyasi gərginliyi daha da artırmaq üçün və IŞİD-ə, dünyada IŞİD-ə gələn o müəyyən təzyiqlərdən fikirləri yayındırmaq üçün bir planlaşdırılmış, əvvəlcədən planlaşdırılmış, belə deyək, və cihad formasında həyata keçirilən bir terror aktı. Səbuhi bəy, sizin qeyd etdiyiniz fikirlərdə haqlı argumentlər var. Nəyə görə? Çünki siz həm Türk mediasını, həm də Türkiyədə baş verən prosesləri yaxından izləyən bir media nümayəndəsiniz. Buyurun Rəşid bəy, sizin fikirləriniz. Təbii ki, Səbuhi bəyin fikirləri bəzilərlə razılaşmaq olar, çünki doğrudan da tutarlı argumentlər var. Ancaq nəzər salsaq ki, yəni IŞİD-in fəaliyyətinə, öncəki fəaliyyətinə nəzər salsaq, IŞİD daha çox, yəni hazırda fəaliyyət göstərdiyi ərazilərdə terror aktları törətməyə meyillidir. Düzdür, bəzi Afrika ölkələrində də bu cür terror aktları olub, amma əsasən hazırki döyüş bölgəsi Suriya və İraqdır. Və bir nüans var ki, IŞİD terror törətdiyi vaxtda, yəni bir gün, 2 gün sonra da olsa, yəni bu barədə bəyanat verir. Öz üzərinə, məsuliyyəti öz üzərinə götürməsi haqqında bəyanat verir və hər hansı bir dolayısı yolla məlumat verir bu haqda. Amma Türkiyə hadisəsində, Türkiyədə baş verən terror haqqında biz bu Bəlkə IŞİD terror poligonunu genişləndirir. Yəni siz qeyd edirsiniz ki, onun xüsusi bir ərazisi var, ya o aktlar orada, bəlkə poligonu genişləndirir. Yəni demək olar ki, IŞİD son baş verənləri, istər Suruç hadisələri olsun, istər ondan sonra gedən hadisələr, yəni burada demək olar ki, mən varam demək istəyib Türkiyədə.
bu da ola bilər. Ancaq yəni digər nüanslar, yəni sadaladığım o öz üzərinə götürməməsi, hadisəni öz üzərinə götürməməsi, yəni şübhə altına alır və PKK amilini daha da gücləndirir. Gücləndirir məncə. Amma Rəşid bəy, gəlin nəzərə alaq ki, yəni həm IŞİD-i, həm PKK-nı dünya ictimaiyyəti, bir çox dövlətlər terrorçu qurum kimi qəbul eləyib. Amma burada bir nüans var, mütləq baxmaq lazımdır nüansa. Bu nüans nədir? IŞİD-in törətdiyi teraktlar və PKK-nın törətdiyi teraktlar. Demək olar ki, buradan yəni PKK-nın törətdiyi teraktlarda canlı bomba amili çox nadir hallarda görülən. Yəni bu PKK izinə oxşamır axı. Yəni bu canlı bomba məsələsi var. Bu daha çox IŞİD təcrübəsində var. Yəni bu məsələdə necə fikirləriniz? Burada bir incə məqam da var. Rəşid bəy qeyd edir ki, deməli terror təşkilatı öz üzərinə götürməlidir məsuliyyəti və s. Və IŞİD-in konkret terror haqqı törətdiyi ərazi, coğrafi ərazi var. Əslində mən belə düşünmürəm. IŞİD-in sadəcə olaraq bugünkü günə imkanları yoxdur ki, digər ölkələrdə kütləvi şəkildə terror aktları törətsin. Yəni onların planladığı ümumiyyətlə dünyanın bütün hər yerində imkanları olsa terror aktı törədərlər. Lakin Türkiyədə vəziyyət bir qədər başqadır. Çünki bilirsiniz, yaxın şərqdən, son hadisələrdən sonra yaxın şərqdən Türkiyəyə keçənlərin sayı kifayət qədərdir. Və o keçənən son faktlar da onu göstərdi ki, demək, 100 minə yaxın əgər miqrant Türkiyə ərazisinə keçibsə, onların ən azı 10% potensial IŞİD üzvləridir və ya terrorçulardır. Bu mənada Türkiyə ərazisində bu tip tədbirin IŞİD tərəfindən həyata keçirilməsi üçün xüsusi bir, belə deyək, illərlə çalışmaq lazımdır. Yəni hazırlıq prosesinə ehtiyac yoxdur. Ehtiyac yoxdur və o miqrantlardan bir qismi Avropa ölkəsinə də keçəndə artıq Avropa mediası hətta bəzi miqrantların yazıq məzlum olan təqdim etməsi. Bəzi miqrantların əslində IŞİD-də döyüşdükləri məlum olmuşdur və Türkiyədə bu tip IŞİD üzvləri kifayət qədərdir. Və IŞİD-də həmin miqrantların içində bəziləri, belə deyək, hətta qorxu şəklində, şantaj şəklində istifadə olunmaqdadır bu gündə. Deyək ki, hər hansı bir qadının övladları IŞİD tərəfindən əsir götürülür və qadın özü miqrant şəklində göndərilir Türkiyəyə və onlara deyilir ki, cihad etsin, terror aktı törətsin və övladlarına. Yəni onların istəklərini yerinə yetirsinlər. Ümumiyyətlə, ssenarinin özü PKK-ya heç bir aidiyyəti yoxdur. Yəni bu ssenari sırf IŞİD-in ssenarisidir. Ümumiyyətlə, yaxın şərqdə bir çox terror təşkilatları var ki, onlar da eyni ssenarilərdir. Ancaq PKK mən heç cür təsəvvür etmirəm ki, seçkiyə görə, belə deyək, ucuz piyara getsin və 100-dən çox üzvünü, öz insanını bu şəkildə qətlə yetirsin. Teraktdan sonra Ankara məhkəməsi belə bir qərar qəbul etdi ki, türk mediası bu hadisə ilə bağlı heç nə yazmasın, heç bir məlumat verilməsin və qərar təcili olaraq da qüvvəyə mindi. Buna münasibətiniz? Mən hesab edirəm ki, qəbul olunan qərar kifayət qədər ciddi qərardır və müsbət qarşılanmalıdır. İlk öncə qeyd edim ki, bu tək Türkiyə cəmiyyətində deyil, dünyanın bir çox hətta inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində də belə bir prinsip var ki, istər media olsun, istər digər qurumlar olsun, fərq etmir. Ölkənin söz konusu əgər ölkənin milli maraqlarıdırsa, onda bütün digər proseslər o milli maraqlardan sonra gəlməlidir. Və burada da məsələyə sırf bu nöqteyi nəzərdən yanaşmaq lazımdır. Türkiyə onsuz da bütün dünya bilir ki, kifayət qədər mediaya açıq bir dövlətdir, kifayət qədər azad söz, mətbuat azadlığı var və media durmadan Türkiyədə inkişaf edir və etməkdədir. Bu mənada bu qərarın qəbul olunması da sırf ona hesablanıb ki, insanların böyük bir kütlənin beynində, belə deyək, sızıntılar, ruh düşkünlüyü, cəmiyyətdə bütövlükdə terrorun qarşısında acizliyi falan, yəni bu tiplə proseslər artıq cəmiyyətə kütləvi şəkildə yayılmasın və insanlar fikirləşməsinlər ki, Türkiyə bir dövlət olaraq çox pis durumdadır və s. Yəni terror təşkilatlarının təhdid nöqtəsi vəziyyətinə gəlib çıxmasın. Televiziya və internet media kütləyə təsir edən, kütləni ictimaiyyətin fikrini yönləndirən ən güclü vasitədir. Bu mənada bu qərarın qəbul edilməsini mən müsbət qarşılayıram. Haqlı olduğunu deyirsiniz. Rəşid bəy, deməli, Səbəb qeyd etdik ki, bu əsasən hesablanıb türk insanının, türk vətəndaşının belə deyək, ajiotaja qapılmaması üçün. Xaosun yaranması. Siz burada, yəni Səbəb bəyin o fikirdən razısınız, yoxsa Ankara məhkəməsi bu qərarı sırf istintaq gedişatına
mane olunmasın deyə qəbul etdi. Hansı daha ağlabatan fikir? Səbuhi bəyin qeyd etdiyi fikirlər də doğrudur. Amma nəzərə alsaq ki, hazırki yəni dünyada, Türkiyədə dünyanın tərkib hissəsidir, yəni açıq bir ölkədir. İnformasiya istənilən şəkildə ora daxil ola bilir. Nəzərə alsaq ki, dünyada o qədər yəni hadisələr baş verir. Yəni terror aktları olsun, istər son zamanlar baş verir, Məkkədəki hadisələr, yəni nə qədər orada insan dünyasını dəyişmişdi. Oradan görüntülər yayılmışdı, dəhşətli kadrlar yayılmışdı və istənilən şəkildə yəni cəmiyyəti belə deyək də psixoloji sarsıntılardan qorumaq çox çətindir. Düzdür. Bu terror hadisəsi birbaşa yəni Türkiyənin özünə aid olduğu üçün bəlkə də bir həssas yanaşmaq doğru olardı. Həm də yəni düz mərkəzdə, şəhərin düz mərkəzində baş verdiyi üçün, amma məncə burada daha digər bir aspektlər var. Biri siz qeyd etdiyiniz, yəni istintaq gedişatına mane olmamaq. Mane olmaq. Məsələn, elə öncə biz sizlə söhbət apardığımız yəni o versiyalar ki vardı, onları bəzi medialar artıq bir təsdiq olunmuş versiya olaraq təqdim edirlər və iddia kimi artıq yəni təsdiq olunmuş şəkildə irəli sürürdülər. Və digər tərəfdən də burada yəni media bu hadisələri həddindən çox siyasiləşdirirdi. Biz inanırıq ki, Türkiyə hüquq mühafizə orqanları istintaq bitdikdən sonra istər Türk, istərsə dünya ictimaiyyətinə bu haqda ətraflı məlumat verəcək və günahkarlar bilinəcək və günahkarlar da haqlı cəzalarını alacaqlar. Bir daha qeyd etmək istəyirəm ki, bu fakt tək Türkiyəyə qarşı deyildi. Bu regionu qorxu altında saxlamaq üçün həmən terror təşkilatlarının həyata keçirdiyi bir hal idi. Biz bunu qınayırıq, pisləyirik və hər zaman qeyd etdiyimiz kimi qeyd edirik ki, Azərbaycan-Türkiyə birliyi, Azərbaycan xalqı ilə Türk xalqının birliyi bu gün də var və sabah da olacaq. Gəlini toya qatarla gətirdilər. Region TV-nin efirində yayımlanan sujet mediada gündəm yaratdı. Qonaqlarımızla müzakirə edirik. Ötən həftə radarımıza düşən xəbərlərdən biri, məhz bu xəbər Region televiziyası şəbəkəsinə daxil olan Kanal S-in hazırladığı bir sujet idi. Sujet nədən ibarət idi? Demək ki, Şəkidə yaşayan iki gənc toya gəlmək üçün ənənəvi olaraq avtomobildən deyil, qatarlardan istifadə etdi. Qatardan və Şəkidən Bakıya qatarla gəldilər. Bu, hər kəsin çox maraqla izlədiyi bir proses oldu. Təşəkkür edirəm hər iki sayta və digər saytlara da bunu tirajladınız və bir də bu məsələ bu rayon maşınlarının Bakıya buraxılmaması vaxtı ilə üst-üstə düşdü. Ümumiyyətlə, media və ictimaiyyət bu xəbəri necə qarşıladı və bu hadisəyə münasibətiniz? İlk öncə qeyd edim ki, siz çox düzgün vurğuluyorsunuz. Məlumat olduqca tez bir zamanda bütün saytlarda tirajlandı və böyük marağa səbəb oldu. Qeyd edim ki, bu video çarxın çəkilməsi, ümumiyyətlə qatar vasitəsilə Bəyləqəlinin paytaxta gəlməsi əslində Bakı qeydiyyatı olmayan avtomobillərin paytaxta girişinin qadağa olunması ilə bağlı, yəni bu məsələ ilə bağlı birbaşa əlaqələndirilir. Bir məsələni qeyd edim ki, bu videonun yayılmasının cəmiyyətə bir növ müsbət təsiri oldu. Çünki qanun qəbul olunandan sonra kifayət qədər aqressivlik vardı və rayondan paytaxta daxil olan vətəndaşlar, hüquq mühafizə orqanları arasında ciddi şəkildə mübahisələr düşürdü və insanlar daim bu qanun narazılığından danışırlar və müxtəlif belə proseslər, neqativ proseslər baş verirdi. Və siz təsəvvür edirsiniz, birdən-birə belə bir video ortaya çıxdı və bir növ bu qanunu bir balaca o neqativliyi azaltdı və cəmiyyətdə olan o gərginliyə müsbət. Bu gənclərin tapdığı alternativ yol, bu qanunu, belə deyək, bu qanunu daha başqa rakursdan, yəni insan olaraq daha başqa rakursdan yanaşdılar qanuna və qanun varsa, biz də bu yolla həll edirik, yəni Bakıya girişimizi. Ümumiyyətlə, kadrın özünü hazırlayanlar da kifayət qədər peşəkar idilər və çox maraqlı formatda tərtib edilmişdilər və qeyd edim ki, bu praktika dünyada çox yayılmış, məşhur bir praktikadır. Deyək ki, hər hansı bir proses cəmiyyətdə gərginlik yaradırsa, o prosesi məqsədəyə qoymaq və yaxud da o proseslə bizə görünməyən digər müsbət tərəfini göstərmək və o prosesdən çıxış yolu üçün yeni alternativ yollar axtarmaq bu dünya praktikasında var və bizdə də təbii ki, getdikcə o da olacaq, amma hələ tam belə ixtisaslaşmayıb, tam
peşəkarlaşmayıb. Bu mənada mən hesab edirəm ki, bu tip videolar alqışlanan haldır. Alqışlanan haldır və daha geniş yayılsa daha yaxşı olur. Əşbər buyurun. Qeyd edim ki, yəni hər birimiz yəqin də şahid olmuşuq, yəni mediada bir neçə dəfə bu cür, yəni buna oxşar hallar olub. Məsələn, yaxınlarda yardımlıda toya, yəni bəyənə gəlin traktor vasitəsilə gəlmişdi. Daha sonra metro vasitəsilə toya, yəni Şadlıq sarayına gedənlər olmuşdu. Amma bu cür hadisə, yəni sırf o yeni qanun qəbul edilməsi məncə bu bir növ dəstəkdir. Təbii ki, o qanuna dəstəkdir ki, yəni alternativ yollardan istifadə edə bilərsiniz. Eyni zamanda bu bir daha onu göstərdi ki, məsələn biz bir çox bu tip videoları xarici saytlardan, Daily News olsun, istər O-Necə olsun, yəni Türkiyənin mətbuatı olsun, izləyirik və həmişə fikirləşirik, niyə bizdə bu cür kreativ insanlar yoxdur? Yəni bunu düşünə bilmirlərmi? Yəni qanuna həm də əyləncəli tərəfdən yanaşmaq. Və bu video bir daha onu sübut elədi ki, Azərbaycanda da gənclər arasında, təkcə gənclər yox, təbii ki, həm yaşlılar arasında bu cür kreativ düşüncəli insanlar var və qanuna belə deyək də başqa tərəfdən, alternativ çıxış yolları axtarırlar. Yanaşan insanlar daha əyləncəli çıxış yolları. Daha siz qeyd edin, daha aqressiv yox, daha əyləncəli yollar axtarırlar. Əgər bu qanun doğrudan kim çətinlik yaradırsa, bu artıq qanundur. Əlbəttə biz qanun tələblərini heç olmasa bunu yəni əyləncəli yolla, daha xoş yolla yəni belə deyək də qəbul etmək olar. Siz dediyiniz kimi bu dünya praktikasında çox yaygınlaşmış bir hal idi ki, müxtəlif bəyləgə toyların müxtəlif tərzdə həyata keçirilməsi bu ənənəvi toylardan çıxış yolu bu gün bu artıq Azərbaycanda da olur və qeyd etdiyiniz kimi bundan öncə də dəfələrlə belə bir praktikalar olub ki, fərqli toylar, yəni biraz medianın da sözün həqiqi mənasında burada rolu var. Müsbət mənada rolu var ki, gəncləri daha da həvəsləndirirlər. Yəni bunu edən tək sən deyilsən. Ondan sonraki insanlara da yəni bu alternativ yolları tapmaq, stimul verirlər ki, yəni daha fərqli nələrsə edə bilərsiniz. Biz bu yəni hər zaman medianın xoş addımlarını yüksək dəyərləndirmiş və yüksək qiymətləndirmişik. Cinayət xəbərlərinə seçilən şişirdilmiş başlıqlar, xəbərlə uyğunsuzluq təşkil edən fotoşəkillər. Media bu xəbərləri necə çatdırır, necə çatdırmalıdır? Qonaqlarımızla müzakirə edirik. Demək ki, biz hər zaman verilişlərimizdə mövzu olaraq mütləq surətdə bu media problemlərdən danışırıq. Mediamız nə qədər inkişaf etsə də problemlərimiz də var. Bunlardan biri kriminal xarakterli gedən xəbərlərdə bu yerləşdirilən fotolarla bağlıdır. Məsələ nədir? Hər hansı bir kriminal hadisə baş verib, söhbət lokal cinayətdən gedir. Hər hansı ki, kimsə qətlə yetirilib və xəbər saytı həmən informasiyanı yerləşdirir, hələ əlində foto, video heç bir şey yoxdur və istər öz bazasından, istər internetdə axtarış sistemlərinin bazasından hər hansı bir şəkil götürür və xəbəri yerləşdirir. Bu şəkil isə hər hansı bir insanın, yaxınının, kiminsə illər öncə həyatını itirdikdən sonra çəkilən şəkilidir. Bu nə qədər doğrudur? Yəni bu insanlara, təzədən bu insan illər öncə yaxınını itirib və bu gün saytları açır, yenidən o rəsmi görür. Bu nə qədər uyğun səbəb? İlk öncə qeyd edim ki, bu ümumiyyətlə etik prinsiplərlə yanaşaq məsələyə. Bu heç bir etik normalara sığmayan bir məsələdir. Lakin məsələyə gəlin bir başqa tərəfdən də baxaq. İlk öncə qeyd edim ki, Azərbaycanda internet media son 5 ildə inanılmaz sürətdə inkişaf etməyə başladı və bu gün də inkişaf etməkdədir. Və bu qısa müddətdə bu formada inkişaf təbii ki, müəyyən problemləri də özü ilə gətirmişdir. Və dünyada əgər nəzər salsaq görərik ki, internet medianın inkişafı prosesində dünya ölkələrində də kifayət qədər ciddi problemlər var və olmaqdadır. Lakin onlar da tədricən bu problemlərin qarşısını alırlar. Bugün də Azərbaycanda belədir ki, 5 il öncə internet mediada buraxılan səhvlər artıq bugün buraxılmır. Yəni bu tədricən həll olunan məsələlərdir. Haqq qazandırmaq kimi deyilmiyim, ancaq bəzi informasiya portallarında kriminal xəbərlərdə gedən köhnə şəkillərin verilməsində subyektiv səbəbləri var. Düzdür, bu düzgün olmasa da, lakin bunun konkret səbəbi var. Səbəb ondan ibarətdir. Deyək ki, gecə saatlarında hər hansı bir kriminal hadisə baş verib və çox internet mediada çalışan digər həmkarlarım da mənimlə razılaşar ki, hüquq mühafizə orqanlarından foto və video görüntülər almaq və yaxud da onlara icazə almaq kifayət qədər vaxt tələb edir. Və internet mediada bilirsiniz ki, sırf yazının operativlik üzərində qurulur. Bəli, daha tez qoyulması üzərində qoyulur ki, yəni hər bir sayt çalışır ki, informasiyanı birinci versin və digər saytlarda ona istinadən versin. Bu mənada onlar məlumatı yerləşdirir və yerləşdirəndən sonra
Google Axtarış sistemində hər hansı bir mövzunu yazır və iş çıxan şəkli məqaləyə qoyur. Təbii ki, burada biraz bir balaca vaxt ayırıb həmin o siz dediyiniz köhnə şəkli üz cizgilərini və tanınma formasını dəyişmə şəklindən verirsə də, bu da vaxt apardığına görə bəzən olur ki, siz dediyiniz bu negativ hallara gətirib çıxardır. Lakin bir şey xüsusilə qeyd etmək lazımdır ki, istənilən halda hər hansı bir vətəndaşın hissiyatına toxunmaq, hər hansı bir vətəndaşın acısına səbəb ola biləcək məlumatı yaymaq heç də IQ qazanmaqdan önəmli deyil. Bu bir şərt olmalıdır və bu şərti bir mənalı şəkildə qəbul etmək lazımdır. İkinci bir nüans ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən internet media qurumlarının bir çoxlarının maddi texniki imkanları kifayət qədər deyil. Yəni, çox tək saytlar var ki, onlarda deyək ki, bir neçə kamera var və yaxud da bir neçə fotoaparat var, bir neçə avtomobil var və s. Yəni, hadisə oldu və hadisə yerinə getməsi, hadisədən çəkilişlər verməsi və s. Bu maddi texniki imkana malik olan redaksiyalar çox az saydadır və digər yüzlərlə saytda məcburdur informasiya gəldikdən sonra onu hər hansı bir formada qoysun. İstənilən halda mən hesab edirəm ki, son 3 il əvvəl əgər bu proseslər demək olar ki, hər gün qarşımıza çıxırsa, bugün bu çox az sayda qarşımıza çıxır və məsələ getdikcə də öz səhvində salınır. Hətta cəmiyyət özü internet media, sosial mediaya, sosial şəbəkədə o qədər sürətli inteqrasiya edir ki, insanlar artıq həmin xəbərləri sosial mediada görürlər. Yəni, hətta belə deyək, mediada olmayan və gündəlik işləməyən evdar bir xanım da ola bilər, fərq etmir. O sosial şəbəkə vasitəsilə xəbəri görür və yaxınlıq şəklini görəndə dəfələrlə olubdur belə hadisələr ki, onlar birbaşa redaksiyaya zəng edirlər və şikayətlərini bildirirlər ki, axı bu bizim yaxınımızdır, bir neçə il öncə rəhmətə gedib və s. Bu mənada bu problemlər tədricən... Amma o insanlar qəbul etdir ki, yəni haqlıdırlar. Yəni o əlbəttə haqlıdırlar. Siz qeyd etdiyiniz kimi, yəni burada əsas yəni hər hansı bir peşəkarlığına, hər hansı bir insanın hissləri ilə belə deyək, oynamağa, onun bir neçə, bundan öncə çəkdiyi əzabı ona yenidən göstərməyə haqq qazandırılır. Və çox doğru da qeyd edirsiniz ki, burada saytlardan çox sosial şəbəkədə olan böyük səhifələr bu işi daha da, belə deyək, bərbadlaşdırır. O bərbad vəziyyət daha çox gətirir. Rəşbər, buyurun sizin fikirləriniz. Bu məsələdə ən önəmli problem məncə hüquq məsələsidir, müəllif hüquqları məsələsidir. Tutalım, son dövrlər bəzi bizdə media orqanları var ki, buna əməl etməyə başlayırlar, hətta yerləşdikləri şəkillərə xüsusi loqotiplər yerləşdirilir. Hətta bəzi saytlar var ki, oradan şəkil ümumiyyətlə yükləmək olmur, yəni hansısa konkret bir hadisə şəkili. Dünya təcrübəsinə baxsaq, biz görürük ki, hər bir agentlik, hər bir sayt çalışır ki, daha çox özünə aid olan materiallar versin. Amma Səbuhi bəy qeyd etdiyi kimi, doğrudan da bizdə belə bir problem var ki, yəni texniki baxımdan bunu çatdırmaq mümkün deyil, amma yenə də qeyd edim, bir çox jurnalistlər çalışmalıdırlar ki, heç olmasa real şəkildən uzaq bir şey tapsınlar, xarici saytlardan tapsınlar. Burada illüstrasiyanın olması çox vacibdir. Çox uzağa getməyim, adicə mənim oxuduğum Bakı Dövlət Universiteti Jurnalistika Fakültəsində 2 il əvvəl bizim bir tələbə yoldaşımız yol qəzasında dünyasını dəyişmişdi. Yəni Türkiyəli bir tələbə idi və valideynləri hələ də məlumat almamışlar bu haqda, amma saytlardan biri artıq morqa gedərək orada həmin o tələbənin, yəni morqdakı şəklini saytda yerləşdirmişdi. Təbii ki, bu çox pis təsir etdi həmin o insan ailəsinə, eyni zamanda bizə də çox pis təsir etdi və biz birtəhər əlaqə saxladıq, o şəkli yığışdırdıq. Yəni hələ bizə bu qədər təsirləmişdirsə, bu göründə onun valideynlərdən necə pis təsir. Məncə bu məsələlər doğrudan nəzərə alınmalıdır. Eyni zamanda bu tip şəkillər, yəni icazəsiz formada və yaxud mövzuya aidiyyəti olmayan şəkillər təxribat üçün də istifadə olunur. Məsələn, son dövrdə bəzi hadisələr olub ki, tutaq ki, o hadisəyə aid olmayan bir şəkil, yəni sızıltı yaratmaq məqsədi ilə yayıblar, amma əslində bunun heç bir aidiyyəti olmayıb. Məncə daha çox hüquq məsələlərinə, yəni müəllif hüquqları məsələlərinə diqqət yetirməlidir və daha çox xüsusi illüstrasiyalardan istifadə etsə daha yaxşı olar. İnternet mediada başqa bir məsələ də var, şəkillərlə, fotolarla bağlı. Bu nədir? Məsələn, hər hansı bir şəkillər, qan şəkilləri olsun və yəni etnik kütləvi informasiya vasitələrində açıq şəkildə yayılmalı olmayan fotoları yayırlar. Yəni burada biraz da bizim də hər üçümüzün də bir nöqtədə fikrimiz cəmləşdi ki, bu şəkillərdə müəyyən üzəri bağlanmalıdır, istər qanun, istər da xüsusi, yəni siz də qeyd edirsiniz, sizin də haqlı argumentləriniz var ki, buna vaxt, zaman lazımdır. Amma bazada bunu hər bir sayt özü üçün hazırlanmış 3, 5, 10 şəkil formasında məncə saxlaya bilər.
Türkiyə mətbuatında yəqin fikir verimizdə belə bir praktika var. İstər foto görüntülər olsun, istər video görüntülər olsun. Tək cəsəd deyil, heç cəsəd olmaya da bilər. Yerdə qan olsa belə, yəni onu üzəri bağlanılır və yaxud da elə bir effekt işlənilir ki, xüsusi effektlərlə belə hiss olunmur ki, orada hər hansı bir şey var. Və bu mənada mən hesab edirəm ki, biz ilk növbədə nəzərə almalıyıq ki, artıq internet media kifayət qədər inkişaf edib və insanlar mobilləşib və hər bir insanın evində tək valideynləri deyir, onların övladları da smartfon istifadəsidirlər və smartfonda kifayət qədər imkanlara malikdir, texniki imkanlara malikdir və istənilən məktəbli rahat şəkildə istənilən məlumatı girir o smartfonu vasitəsilə əldə edir. Bu mənada biz əsas meyar olaraq onu özümüzdə bir mənalı şəkildə beynimizə eləməliyik ki, internet mediada gedən hər hansı bir məlumat, hər hansı bir yeniyetmə üçün potensial istiqamət vericidir. Yəni, onu ya yaxşı yol aparır, ya pis yol aparır. Valideynlərin üzərində təbii ki, kifayət qədər məsuliyyət düşür, lakin artıq dünya özü bu tendensiya ilə mübarizə aparmaq iqtidarında deyil. Yəni, internetin qarşısını alsın və yaxud da uşaqları internetdən kənarlaşdırsın. Telefonunu əlindən alsanız, məsələn, evdə internetini dayandırsanız, çöldə internet qruplar vasitəsilə internetlə daxil olacaq. Yəni, bunun qarşısını almaq yox, sadəcə bir maarifləndirmə lazımdır. Bir vətəndaş olaraq hər kəs özündə bir vicdan hissi ilə danışmalıdır və özü-özündə bir məsuliyyət hiss etməlidir ki, mənim işim tək mənə aid deyil, mənim işim tək mənim qazancım deyil. Mən eyni zamanda cəmiyyəti belə deyə qidalandırıram və bu qida bacardığımız qədər təmiz məhsullardan olmalıdır. Bir şey demək istəyirəm, bəlkə də bizi izləyən tamaşaçılar belə bir sual onlarda yarana bilər ki, bəs niyə məsələn hər hansısa bir qətliamlar törədiləndə istər tarixi baxımdan 90-cı illərdə Xocalı qətliamı olsun və digərləri. Yəni bu hadisələrə aid bilirik ki, bir çox şəkillər nəinki ölkədə, hətta dünya mətbuatında da yayılır və daha sonra cəbhə xəttində bir neçə il əvvəl bir uşaq öldürülmüşdü. Bunun da şəkilləri dünya ictimaiyyətinə çatdırılmışdı. Belə bir sual ünvanlaya bilər ki, bəs bu niyə yayılır? Onun əsas məqsədi, yəni bu cür şəkillərin yayılmasında istisna olaraq demək olar ki, dünya ictimaiyyətinə həqiqəti çatdırmaq, ölkənin maraqlarını çatdırmaq üçün təbii ki, istifadə oluna bilər. Amma lokal hadisələrdə konkret hadisələrdə, konkret bir şəxsdə, konkret bir ailədə baş verən hadisəni təbii ki, ölkə üçün əhəmiyyətli olmayan hər hansı bir lokal cinayət hadisələrində bunu etmək, bunun heç bir əhəmiyyəti də yoxdur, xeyri də yoxdur. Səbəb bəy də qeyd etdiniz, siz də qeyd etdiniz ki, burada artıq jurnalistin daxili vicdan hissi olmalıdır. Yəni, Azərbaycan Respublikası deməli, kütləvi informasiya vasitələrinə, jurnalistlərə, elektron mediaya kifayət qədər azadlıqlar verib və heç bir senzura tətbiq etmir. Burada artıq jurnalistin daxili senzurası olmalıdır, vicdan senzurası və bəzən IP xətirinə və başqa reyting xətirinə bəzi məsələləri çiynəmək, tapdalamaq olmaz. Amma onu da nəzərə alaq ki, 98 və 99-cu ildən yəni UNICEF-in Uşaq Hüquqları Konvensiyası ilə bağlı bizdə proqram həyata keçirməyə başlayıb və orada da xüsusi bir maddə var, bənd var, yəni sırf mediada uşaqların, yəni az yaşlıların şəkillərinin yayılması ilə bağlı. Yəni burada birbaşa etik tərəfləri göstərir. O Azərbaycan Respublikasının qanunvericiliyi ilə də azyaşlıların üz cizgilərinin tam açıq şəkildə hər hansı bir kütləvi informasiya vasitəsində yayılmağı söhbət xoşməramlığından getmir, hər hansı bir uşaq tədbirindən getmir. Cinayət və digər hallarda yayılması Azərbaycan Respublikasının qanunundan da qəti qadağandır. Yəni bu təbii ki, təkcə vicdan məsələsi, həm də hüquqi cəhətdən. Hüquqi cəhətdən bəzi vaxt dövlət jurnalistikaya senzura tətbiq etmədiyi üçün artıq bu məsələ vicdan amilinə qalır. Biz təşəkkür edirik sizin hər ikinizə. Gəldiniz, bu mövzuları maraqlı müzakirə etdik. Biz televiziya olaraq hər zaman kütləvi informasiya vasitələri istər yazılı, istərsə elektron media ilə işləməyi, onlarla bir çox məsələləri müzakirə etməyi, media problemlərimizdən çıxış yolu axtarmağı özümüzə prioritet hesab edirik və bu mövzularda da bizə kömək etdiyiniz üçün, gəlib müzakirə etdiyiniz üçün sizlərə təşəkkür edirik. Biz təşəkkür edirik. Sağ olun. Təşəkkür edirəm.